2 il əvvəl informasiya məkanında yeni bir platforma fəaliyyətə başladı. Qısa zamanda minlərlə reportaj, onlarla layihə və milyonlarla izləyici qazanan Asan TV artıq 2 yaşındadır. Emin müəllimlə müsahibəyə gəlmişik. Yoxdur, biz müsahibəyə hazırlaşmışıq oyuna. Asan TV-nin artıq 2 yaşı tamam olur. Asan Radio yaradılanda biz artıq həm radioya, həm hardasa TV kimi fəaliyyət göstərirdik. Təbii ki, sosial mediada. O baxımdan ki, video çəkilişlərimiz də çox uydu. Düşündük ki, bu qədər əgər video kontentimiz varsa, artıq platformalarda bunu daha peşəkar, operativ və faydalı etmək lazımdır. Yayımlanan ilk reportajın müəllifi isə daim pozitivliyi ilə fərqlənən Ayşədir. Hazırda hava proqnozunu təqdim edir. Gözləyirik, bitirsin və yaxınlaşıb fikirlərini öyrənəcəyik. Ayşə, ilk reportajın müəllifi kimi nə deyə bilərsən? Xatırlayıram ki, 2024-cü ilin mart ayının 18-i idi. Biz Lənkəran Asan xidmətdə çəkiliş edirdik və Novruz bayramı ərəfəsi olduğu üçün həm Novruz hazırlıqları, çəkilişləri gedirdi. Orada da asançıların Novruz stendləri quraşdırılmışdı. Çox maraqlı idi, rəngarəng idi. Həqiqətən də xoş xatirələrlə yadımda qalıb. Xatırlayıram ki, məhz 2 il bundan öncə Asan TV-də ilk videomu bu pilləkənlərdə çəkmişdim. Asan xidmət və kommunal mərkəzlərinin iş qrafiki ilə bağlı, yəni bayram günləri, tətil günləri ilə bağlı çox maraqlı bir təcrübə idi. O gündən sonra 2 illik fəaliyyətimdə xüsusilə bir çox layihələrə icra eləmişəm bu innovativ sahə yönümlü. Asan TV-də işləmək maraqlıdır və 2 yaş münasibətilə də bütün komandanı, kollektivi təbrik edirəm. Dövlət xidmətlərini asan dildə daha geniş auditoriyaya çatdırmaq məqsədi ilə yaranan Asan TV qısa müddətdə informasiya və maarifləndirmə platformasına çevrildi. Asan TV media məkanında yeniliyə imza ataraq informasiyanı Asaniya adlı ilk süni intellekt əsaslı aparıcı vasitəsilə izləyicilərə çatdırır. Azərbaycanın Asan brendinin bir sıra ölkələrə ixracı, Asan xidmətin həm ölkəmizdə, həm də xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, bir sıra layihələrin reallaşdırılması haqqında məlumatlar Asan TV-də geniş işıqlandırılır. Asan TV mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. Eyni zamanda bir sıra iri miqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır. Asan TV dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə də əməkdaşlıq edir. Bu müddət ərzində ilk bədii filmi Zəfər rəqsini də ərsəyə gətirib. Ərsəyə gələn hər bir materialın arxasında onların böyük zəhməti dayanır. Asan TV-nin görünməyən qəhrəmanlarını sizlərə göstərmək üçün hazırda efir otağına daxil oluruq və burada çalışan hər bir əməkdaş sizlərə təqdim olunan materialların yüksək formada hazırlanması üçün böyük bir peşəkarlıq nümayiş etdirirlər. Studiyanın qurulması, studiyanın proyekti, yəni ki, bir gün vaxtımızı almadı, çox vaxt aldı. Yəni ki, hardan baxsan bir il, 2 il biz onun proyektini orada quraşdıracaq olan avadanlıqları, oranın sxemini oturub düşünmüşdük. İnşallah gələcəkdə yeni uğurlara hamımız bir yerdə imza atarıq. Asan TV-nin uğurunun arxasında peşəkar komanda dayanır. Asan TV-nin əsas simalarından biri İlqar hazırda iş başındadır. Elə onun fikirlərini də öyrənək. Asan Radiodan sonra ümumiyyətlə Asan TV-də də ənənə davam elədi. Məqsədimiz faydalı olmaqdır, dövlət xidmətlərini çatdırmaqdır. Bunlar paralel olaraq xəbərləri də biz operativ formada təqdim edirik. Mənim üçün çox xoş oldu ki, hazırladığımız müsahibələr uğurlu, belə deyək də, feedbacklər aldı. Məsələn, Çin əsilli taekvondoçu Aygün Linlə, sonra judoçu Ləmanla olan müsahibələrimiz Asan TV-nin ilk milyonluq videoları oldu. Bir sözlə 2 il ərzində Asan TV böyük və məzmunlu yol qət edib. Hədəfimiz isə informasiya məkanında daha da genişlənməkdir. Aha. Yox deyəm. Hardan deyim, nədən deyim? Asan Radionun Müsahib edirəm, mən utanıram müsahib. Belə. Bəsdir. Asan TV 2 il sizinlə.